Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Məni soruşsaq, mən də şükür yaxşıyam. Burada marketə gedirəm. Qızlar, video demək olar ki, oradan buradan qalıb yarı hissəsi silinibdi. Bilmirəm səbəbini, silinmə səbəbini bilmirəm. Qrup yoldaşlarım bizə gələcəkdi. Dedilər ki, mən həmişə statusda falan səhər yeməkləri falan paylaşıram. Onlar da deyirlər ki, bir gün sən də səhər süfrəsi hazırla bizim üçün, gələk yeyək. Onlar üçün mən də getdim biraz. Var idi düzdür evdə hər şey. Prosta yeni, onlar üçün yenisini almaq istədim. Qrup yoldaşlarıma. Demək qızlar, bazarlığımı elədim, gəldim, keçdim mətbəxə. Pankek hazırlayacaqdım. Mən pankek xəmirinə qaymaq da vururam ki, dadlı olsun. Süd aldım. Bizdə süd elə çox istifadə olunmur deyənə balaca paket aldım ki, xarab olmasın. Əgər məsələn həmən günsüz şirniyyat, çoxlu bişirməyəcəmsə, balaca bir şey pişirəcəmsə, balaca süd alıram. Demək qızlar, burada pankek hazırlığına keçmişəm. 2 cür pankek hazırlamışdım. Bir sadə, biri də ki, kakaolu. Bazarda pomidor yeməkdə hazırladım. Əslində bildim ki, hazırlayacaqdım. Prosta onu çatdırmadım. Yumurta qaynatdım, belə siska qaynatdım. Sonra belə üstbüzaq görürsünüz orada. Onun içi ətlidir, soğanlı ətlidir. Hazır lavaşdan elədim. Üstünə yumurta çəkdim və ağ küncüt töküb tıxovkada qızartdım biraz. Burada qızlar bir şeylərə qum almışdım. Qum aldım və rəfiqələrimi yola saldım. Stolu başladım təmizləməyə. Dedim təmizləyim ki, mamamın ad günüsü idi. Mamam işdəydi deyənə. Dedim elə axşam tərəfə gedərik. Mamamı təbrik eləyərik, tort falan alaram. Əslində zakaz elətdirəcəkdim. Prosta mamam smendə olduğu üçün eləyə bilmədim ürəyim istəyən kimi. Burada da qızlar rəfiqəmlə kahve keyfi eləmişdim. Belə bunu da sizlərlə bölüşmək istədim. Çox maraqlı keçdi. O da mənim üçün Napolyon hazırlayıb gətirmişdi. Axşama qədər oturduq. Axşam yeməyi də bir şey hazırlamışdım. Bakı küftəsi hazırlamışdım qızlar. Bir də toyuqla kartof qızartmışdım. Burada artıq gediblər, yola saldım onları da. 2000 years later. Demək qızlar, yol üstü yoldaşımla tort getirdik. Bir də qızıl gül götürdüm ki, mamama sürpriz eləyim. İnşallah gələn il daha tam tərəxlı qeyd eləyərik. Dediyim kimi, özümə bir kişi almışdım. Prosta ki, videolar silinib tam olaraq göstərə bilmədim. Onda yoldaşım mənə sürpriz eləmişdi. Yoldaşım üçün belə bir balaca sürpriz elədim. Onun üçün tort zakaz eləmişdim. Axatam bürcüdür. O da mənim üçün yeni il hədiyyəsi alıb gətirmişdi.